Salam qızlar, necəsiz? Hər vaxtınız xeyir olsun. Qızlar, biz gedirik kinoya bugün və oradan da ketalara baxacağıq. Deməli qızlar, bunu aldığım gündən o qədər mənim işimə yarayıb ki, saçımı waffle eləmək üçün, daha biraz yüksək durması üçün istifadə edirəm bunu və bu hissələrini çıxartmaqla, göstərdiyim kimi, baxın, bu hissələrini çıxartmaqla saçı ukladka da eləmək mümkündür. Yəni ki, hissəli bir şeydir və başlayıram makyaj eləməyə. Və qızlar götürürəm bazanı. Birinci üzümə tətbiq eləyirəm. Qızlar, bir baza almışdım. Heç ucuz qiymətə də deyildi. Heç istifadə eləyə bilmədim. İnanırsınız, həm kley qoxusu gəlirdi, həm də ki, üzdə yapışqan kimi qalırdı. Sanki yapışqan vurmuşam üzümə kimi. Və sonra xalam qızı da ondan aldı bilmədən. Mən də xonçalıq üçün almışdım və o da xonçalıq üçün almışdı. O da istifadə eləmədi, elə olduğu kimi də qalıb. Amma indi üzümə tətbiq elədiyim baza isə yəni çox yaxşıdır, çox üzdə oturmağı da yaxşıdır. Elə baha bir şey də deyil, amma yəni o bahalardan yəni çox yaxşıdır. Daha sonra L'Oreal'ın tonalnisini istifadə edirəm. Və qızlar, bazadan sonra biraz gözlətmək lazımdır əslində. Amma dərim quru olduğu üçün elə mən elə də gözlətmirəm. Qızlar, siz hansı tonalnidən istifadə edirsiniz? Məsələn, quru dərilər üçün sizcə daha yaxşı hansı firmanındır və hansı nömrədir? Zəhmət olmasa paylaşarsınız.
Və qızlar, rumyananı da vurdum. Və daha sonra isə dodaq karandaşını tətbiq edirəm dodağıma. Və daha sonra isə dodaq boyasını istifadə edirəm. Və qızlar, bu nömrə çox qəşəngdir, Maybellinindir. Və dodaqda o qədər gözəl qalır ki. Və qızlar, makyaj bitir və mən keçirəm aksesuarları taxmağa. Və bu qızıl sırğalardır. Taxıram. Bunu anamgil ad günümə hədiyyə eləmişdilər. Çox gözəldir. Və sırğaları taxandan sonra bu üzüyümü çox sevirəm. Adi aksesuardır. Və bunu taxıram. Daha sonra isə qızıl qolbaqdır. Bu da hədiyyədir. 8 martda alınıb. Bu da çox gözəldir. Özüm seçmişəm və bəyənərək istifadə edirəm. Aha, belə. Qızlar, geyinəcəyim şalvar və kofta biraz sport olduğuna görə. Şalvar o qədər də sport deyil, amma kofta məsələn sportdur. Ona görə ümumi sport göründüyünə görə klassik çanta yox, sport çanta götürürəm və pulqabımı qoydum ora. Sonra bədən spreyini qoydum. Əsas lazım olan leykoplaster hər ehtimala götürdüm. Və saqqız, hər ehtimala hamısı. Daha sonra quru sabun və güzgü. Və isti olarsa saçıma taxmaq üçün balaca zar. Bu qədər qızlar. Və artıq biz avtobusdayıq. Qızlar, yol tıxacı olduğu üçün maşınla getmədik. Ona görə avtobusla getdik. Və avtobusdan düşürük. Metroya gedirik indi. Qızlar, bir də dodaq karandaşı, bir də salfetka əlavə olaraq çantaya atdım. Və budur, metroya düşürük artıq. Və keçdik qatara, əyləşdik. Və qızlar, budur, gəldik. Artıq mola demək olar çatdıq. Və molda bir mağazada belə ayaqqabılara baxırdıq, yəni ketalara daha doğrusu. Bu qızıl rəng olanları çox bəyəndim. Və sonra isə başqa da bir bəyəndiyimiz ayaqqabı oldu. Bu ayaqqabıdır. Sizcə hansı daha gözəldir? Mən ikisini də bəyəndim. Sol ayağımdakı birinci geyindiyim daha incədir, ikinci isə daha kobuddur, amma gözəldir ikisi də. Seçmə eləyə bilmədim. Sonra filmin vaxtına 1 saat qaldığı üçün dedik, gedək bir çay içək şirniyyatla. Və qızlar, buradan çay seçirik. Ədviyyatlı çay seçdik, qarışıq. Və ən sevdiyim waffle
şirniyyatını seçdik. Bananlı və şokoladlı. Budur, gəldi çaylarımız. Və belə bir quru çay kimi bir ədviyyat idi və ikinci də bu indi tökdükləri isə bal olmalıdır. Şirin dad gəlirdi çaydan. Əslində mən xoşlayıram, yəni ədviyyatlı çaylar, amma biraz bu şirinə çalırdı deyə elə də xoşlamadım. Amma təbii ki, waffle şirniyyatı mükəmməl idi həmişə kimi. Və şirniyyatdan biraz bölüb boş qabımıza qoyuram. Daha sonra çayı süzürük. Və vaxtımız az olduğu üçün çalışırıq tez-tez içib çıxaq. Ümumi olaraq çox bəyəndim. Və ödənişi də eləyib çıxırıq və bunu da göstərmək istədim sizə. Belə qabları çox sevirəm. Həm gözəldir, həm klassikdir. Dedim çəkim. Daha sonra qızlar gəldik, qayıtdıq mola bilet almaq üçün. Və buradan görün, liftdən çəkirəm, çox qəşəngdir. Bu aşağı mərtəbənin görünüşü. Və çatdıq qızlar. O qədər sırada adam var idi ki, ona görə də sıranı gözləmədik. Onlayn sifariş verdik. Ona görə heç popcorn da ala bilmədik. Sıranın çoxluğuna görə. Belə filmə baxanda xoşlayıram. Şirin popcorndan baxa-baxa atışdırmağı. Hə qızlar, girdik belə. Baxdıq ki, heç kim yoxdur. Ona görə də rahat çəkdim. Və qalxırıq yerimizə. 4-cü və 5-ci yerlər bizimdir. Və qızlar, yekunlaşır film və çıxırıq artıq. Saat 12 işləyir. Saat 10-un yarısından başlamışdı film. Və mola artıq bağlanmışdı. Ona görə bizə başqa çıxış dedilər. Oradan çıxdıq. Hava da o qədər küləkli idi. İnanırsınız, özümüzü evə güclə çatdırdıq. Dəhşət küləkli bir hava idi. Uçurduq rəsmən. Beləcə getdik metroya. Oradan da çıxdıq. Hələ ki, liftlə düşürük buradan. Və qızlar, belə artıq piyada gedirik evə. Videonun sonuna gəldik, günün də sonuna gəldik. Çox sağ olun izlədiyiniz üçün. Abunə olun, zəhmət olmasa. Rəy yazın, like edin videonu. Hələlik.